Üçbucaq arzu anlayışından danışacağıq. René Girardın 1961-ci ildə çap olunan Romantizmin yalanı və romanın həqiqəti kitabı modern ədəbi tənqidə təsirlənmiş ən ciddi mətnlərdən sayılır. Yazıldığı dövrdə böyük rezonansa səbəb olmuşdu, çünki əsər romantik aldanışdan bəhs eləsə də, o vaxtlar dəbdə olan eksistensializmin də azadlıq ideologiyasını çox qabartması ilə eyni aldanışın içində olduğunu iddia eləyirdi. Əslində, heç bir ədəbi cərəyana uyğun gəlmirdi René Girardın kitabı. Girard nəzəriyyəsini üçbucaq arzu anlayışı ilə izah eləyir. Üçbucağın bucaqlarında arzulanan obyekt, arzulanan subyekt və arzunun vasitəçisi, mediatoru, katalizatoru var. Girard deyirdi ki, insan bir şeyi başqası da həmin şeyi arzuladığı üçün arzulayır. Yəni arzularımız özümüzə aid deyil. Onlar təbiəti etibarilə başqalarını örnək alır, nümunə götürür. Həmişə arzularımızı dölləndirən, hərəkətə keçirən başqa biri var. O örnəkdir, modeldir. Girard buna mimetik arzu, metafizik arzu, başqasına görə arzu deyir. Alimin fikrincə, roman-romantik ayrımı da burada ortaya çıxır. Bir tərəfdə insanın muxtariyyətini və arzunun spontanlığını göylərə qaldıran əsərlər var. O biri tərəfdə isə göylərə qaldırılan həmin anlayışı sual altına alan, onu mübahisələndirən, aldanışın mexanizmlərini ortaya çıxaran, beləcə arzunun təqlidçi təbiətini ifşa edən əsərlər var. Girardın nəzəriyyəsi çağdaş dövrdə yenidən aktuallaşdı, məşhurlaşdı, humanitar fikirdə istifadə olunmağa, istinad edilməyə başlandı. Bugün sosial şəbəkələr başqalarının həyatından müxtəlif anları fasiləsiz şəkildə bizə təqdim etdikcə, üstəgəl irili xırdalı şirkətlər internetin operativliyindən, vizuallığından istifadə edərək bizi dalbadal reklam atəşinə tutduqca, arzu sənayesi bütün gücü ilə işə düşür. Bizə öz arzumuz kimi gələn xeyli şey başqasında yaxud reklamda gördüklərimizdir. Girarda inansaq, belə deyə bilərik. Çağdaş insan arzu təqlidçisidir.